Sumqayıt şəhərində qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən mikroavtobus və taksi sürücülərinə qarşı reyd təşkil olundu. Keçirilən reyd Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt şəhər regional şöbəsinin və Sumqayıt şəhər polis idarəsinin Dövlət Yol Polis şöbəsinin, həmçinin postpatrul xidmətinin əməkdaşları ilə birgə təşkil edildi. Reydin əsas məqsədi nəqliyyatda qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərin yerindəcə müəyyən edilməsi və həmin sürücülərə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi idi. Saxlanılan sürücülər lisenziyasız sərnişin daşıma ilə məşğul olduqları üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq cərimələndilər. Qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən bəzi sürücülər polisin dur əmrinə tabe olmayaraq reydin keçirildiyi yerdən uzaqlaşdılar. Bir faktı da nəzərinizə çatdıraq ki, sərnişin daşıyan mikroavtobuslar qanunsuz fəaliyyət göstərməklə bərabər, hətta şəhərin 34-cü məhəlləsində nəqliyyatın hərəkətinə böyük maneəçilik törədirlər. Sizcə varsınız? Yox. Ağay şoför burada dəyişdim də, burada gəlir. Sənətləriniz var? Yox, gəlir sənəti özün gəlir. Maşına aid nə sənətiniz var? Var da pravası var, gəlir. Sizin özünüzün pravanız var, sürücülük vəsiqəsi. Gəlir də, hə. Sürücülük vəsiqəsi üstünüzdə olmalıdır. Ondadır, gəlir, dəyişir, dəqiqə gəlir. Siz onda sürücü vəsiqəsi olmadan avtobus idarə edirsiniz də belə çıxır. Gəlir, qardaşım, özü gəlir də, özü gəlir. Lisenziyat yoxdur. Niyə yoxdur? Yoxdur ona görə ki, heç kəs lisenziyat yoxdur. Bir məndə yoxdur ki, heç kəsdə yoxdur. Heç kəsdə yoxdur. Kimdə var lisenziya? Lisenziya qanunsuz 50 dənə maşın, 100 dənə maşın işləyir. Bir məndə elə. Bir məndə elə. Qanunsuz heç kəs işləmir. Qanunla qardaş, qanunla bu saatdan heç kəs işləmir. Lisenziyanı ödəmək yaxşıdır, cərimə. Ödəmək. Lisenziya var. Lisenziya var. Vardır. Lisenziya var. Lisenziya. Var, xərcəyindədir. Və niyə üstündə yoxdur? Üstündə niyə yoxdur? Nə lisenziya? Lisenziya niyə üstündə yoxdur? Yoxdur. Yox. Niyə bəs? Niyə bəs? Hə, indi remotdan çıxmışıq, indi gedirik. Remotdan çıxmışıq. Həmçinin taksi sürücüləri bu qanuna qarşı çıxaraq nəzərdə tutulmayan yerlərdə, yəni işıqforun altında maşınlarını saxlamaqla kifayətlənirlər. Bu da piyadaların və maşınların hərəkətini məhdudlaşdırır. Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin və digər aidiyyəti qurumlar mütəmadi olaraq qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə qarşı reydlərini davam etdirəcək. Gün ərzində 30-a yaxın sərnişin və miniş avtomaşını saxlanılmışdır və İnzibati Xətalar Məcəlləsinin 150-4.1 maddəsi ilə protokol tərtib edilmişdir. Yenə üzümü qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə tutaraq xəbərdarlıq edirəm ki, qeyri-qanuni fəaliyyətlərinə məşğul olmasınlar. Reydlərimiz mütəmadi olaraq təşkil olunacaq, davam etdiriləcək. Həmin sürücülər heç də fikirləşməsinlər ki, bunlar barəsində bugün İnzibati Xətalar Məcəlləsində protokol tərtib olundu. Öz bildiklərini davam etdirə bilərlər. Buna heç bir imkan verməyəcəyik. Təkrarən biz bu reydlərimizi bütün günlərdə davam etdirəcəyik. Elvin Məmmədov, Firuzat Gözəlov, Dünya TV.